Xəbər verildiyi kimi 525-ci qəzetin baş redaktor müavini Seyfəddin Hüseynlinin qardaşları ötən gün Rusiyanın Yekaterinburq şəhərində OMON dəstəsi tərəfindən evlərinə basqın edilərək qətlə yetirilib. Doğru Xəbər Azərbaycan MK-Ruya istinadən xəbər verir ki, onun qardaşlarının ölümü ilə bağlı yeni detallar məlum olub. Məlumata görə Yekaterinburq şəhərində onlarla Azərbaycanlı saxlanılıb, ikisi öldürülüb. Öldürülən şəxslər isə Seyfəddin Hüseynlinin qardaşlarıdır. Qeyd edilir ki, təqiblər 2001-ci ildə Azərbaycan diasporunun adı anlanan qətldə kimin əli olduğu ilə bağlı başlayıb. Azərbaycanlılar içərisində qatilin axtarıldığı vurğulanıb, əməliyyatda polis əməkdaşları və İstintaq Komitəsinin müstəntiqləri iştirak ediblər. Xatırladaq ki, Seyfəddin Hüseynli APA açıqlamasında Yekaterinburqda qardaşları Ziyəddin və Hüseyn Səfərovların OMON dəstəsi tərəfindən öldürüldüyünü deyib. İki qardaşımı da işgəncə ilə öldürüblər deyə Seyfəddin Hüseynli bildirib.